Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə tam bir başqa qeyri-adi proyektlə belə bir mənzil çəkib təqdim edirəm. Çəkişi başı qonaq otağından. Bu qonaq otağının 30 kvadratdır elə, sahəsi 30 kvadrat. Geniş evdir. Ümumi sahəsi 87 kvadratdır. Yəni yerləşim yeri Xırdalan şəhərində Ağparkdan aşağı 50'lər binası deyilən 9 metreli binadır. Çox geniş evdir. Qanuni 2 otaqdır. Novostroyka kimi hesablasaq, haradasa 110 kvadrat. Yəni çox iridir. 87 kvadrat təmiz içidir. Bax, bu 30 kvadratlıq belə bir zaldır. Burada dəhlizdir. Evin interneti falanı var. Dəhliz də çox enli, uzun dəhlizdir. Bax, enli bir dəhlizdir. Burada bax, mətbəxidir. Elə mətbəx haradası rahat bir 20 kvadratdan yuxarıdır. 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir mənzilimiz. Eyvanıdır. Bax, gördüyünüz kimi eyvanı da iridir. Burada lift daimi işləyir. Qaz, su, işıq daimidir. Burada necə liqotlar var. Qaz, su, işıq fərqlidir. Yəni ki, aşağı qiymətlərlə hesablanır. Və burada yenidir. Bir də yataq otağıdır. Bu yataq otağı da haradasa bir 25 kvadrat, rahat bir 25 kvadratdır. Evimiz dövlət tərəfindən isitmə sistemi ilə qızdırılır. Yəni yay, qış isti soyuq var. Bax, bu yeganə binadır ki, Xırdalanda bax, belə bir ev. Hamamla ayaq yolsu ayrı ayrılıqdadır. Bax, burada hamamla ayaq yolsu. Bax, burada da qapı bağlıdır, ayaq yoludur burada da. Ancaq ki, buranı kladovka kimi istifadə edirlər. Qiyməti 135 min manatdır. Yəni qeyri-adi proyektdir. Çox iri evdir. 135 min manata, yəni real alıcı olsa, inşallah ki, qiymətdə razılaşma olacaq. Kim alsa, Allah xeyir versin.